Salam dostlar, hər vaxtınız xeyir olsun. Yəqin ki, siz də uşaq olarkən yatmadan öncə sizə də kitab oxuyurdular böyüklər və niyəsə ev olanda daha asan olurdu yatmaq, daha şirin, daha dadlı olurdu. Mən də hazırda öz kitabımı vərəqləyirəm, özünü kəşf et. Deyirəm ki, görsənir tam. Bəzən açıram, baxıram və təkrarlayıram, özüm üçün oxuyuram. Qərar verdim, indi sizin üçün bir neçə kiçik parça kitabdan oxumaq. Ümid edirəm ki, faydalı olar. Sizə az da olsa ümid, həvəs, motivasiya aşılayar. Odur ki, kitabın 81-ci səhifəsindən mənim öz çox xoşuma gələn bir kiçik parçanı sizinlə paylaşıram. Zəif olma. Həyatını dəyişmək, nəhəng hədəflər seçib bunlara çatmaq istəyirsənsə, zəif insanlar kimi düşünməməli, danışmamalı, reaksiya verməməli, qısacası onlar kimi yaşamalısan. Sənin üçün asandır, çətindir deyə bir şey olmamalıdır. Qorxmamalısan uğursuzluqdan. Çünki sənin lüğətində uğursuzluq deyə bir şey yoxdur. Sadəcə nəticələr vardır və uğursuzluq sənə növbəti dəfə nə və necə etməli olduğunu göstərən, yolunu aydınladan bir mayaqdır. Həvəsinin olub-olmaması, özünə inanıb-inanmamaq sənin üçün səbəb ola bilməz etməli olduğun işi edib, etməməyin üçün. Çünki sən etməli olduğun bir iş, tapşırıq varsa, buna həvəsin olmasa da, özünə inanmasan da, qorxsan da, çəkinsən də, nə olursa olsun edəcəksən. Çünki sənin üçün önəmli deyil uğursuzluğa düçar olmaq, başqalarının nə deyib, nə düşünəcəyi. Səhv etmək sənin üçün səhv etmək, sənin üçün önəmli olan bir şey var. Nə qədər çətin, qorxulu, perspektivsiz, heç bir uğur ehtimalı olmamasına baxmayaraq, sən cəsarətlə bu hədəfə doğru getdin, yoxsa yox. Çünki ən böyük istedadlarını və maksimum gücünü açığa çıxaracaq olan qorxularının, komplekslərinin, şübhələrinin hamısından daha böyük hədəflər seçib, heç bir müvəffəqiyyət qarantiyası, təminatı olmasa da bu istiqamətdə bütün ürəyinlə işləməkdir. Sənin üçün maraqlı olmamalıdır. Bu günə kimi kim olmusan, həyatı olan bu gündən başlayaraq kim olduğun və kim olacağındır. Növbəti qısa bir parça. Hədəflərimizə çatmağa əngəl kimi gördüklərimiz, amma əslində əngəl olmayan o illüziyalar ən azı real əngəllər kimi daim yolumuzu kəsib hədəflərimizlə aramıza girəcəklər. Ta ki, yeganə əngəlin əslində özümüz olduğunu dərk edənə qədər. Yəni dostlar, çətinlik qəbul etmək, xoşumuza gəlmir bunu qəbul etmək, amma əslində bizim heç bir problemimiz yoxdur kənarda adətən, yəni çox hallarda. Bizə uğursuzluq yaşadan, bizə uğursuzluğa düçar edən əslində kənardakı faktorlar deyil, özümüz üçün. Yəni ki, mənfi vərdişlərimiz, özümüzə inanmamağımız, özümüzə inanmasaq belə, özümüzə inanmadığımızı bir bəhanə gətirib, etməli olduğumuz işə başlamamağımız və qısacası işləməməyimizdir. Ümid edirəm ki, faydalı oldu. Kitab sizdə də varsa, təkrar açın, oxuyun. Təkrar biliyin anasıdır. Uğurlar arzulayıram və asan yol, asan metod, asan bilgi axtarmayın. Sadəcə işləyin. Bu mənim özümə də verdiyim məsləhətdir, tövsiyədir bu anda. Əsas real əmək nədirsə, onu ortaya qoyduqdan sonra hədəflərinizə sizə gələcək. Hələlik, sağ olun.